Ayda xanım salam. Aleyküm salam. Necəsiz? Çox sağ olun. Xoş gəlmisiniz siz də. Xoş gördük. İlk olaraq özünüzü izləyicilərimizə təqdim eləyin, tanısınlar izləyicilərimiz. Ayda xanım kimdir ümumiyyətlə? Ayda xanım Ceyranbatanda yaşayıb, burada doğulub böyüyənlərdənəm. Və işim də saç stilisti, həm makyaj, həm saç stilisti olaraq Elə işləyirəm. Ceyranbatanda da fəaliyyət göstərirsiniz. Nə gözəl. Bu peşəyə başladığınız illərdə hansı çətinliklərlə qarşılaşdınız və onları necə dəf elədiniz? Hər işin çətinliyi var təbii ki. Təbii ki, müştəri yığmaq çox çətin oldu. Və müştərilərlə dil tapıb yola getmək daha çox çətin oldu. İlla ki də bu xanımlar sferası daha çətindir. Hərə bir xasiyyətdə, hərə bir düşüncədə, bəli. Və necə dəf elədiniz onları? Səbirlə, hərəsini bir dillə axır bir yol tapıb işləyə bildik. İndi necə çətin deyil artıq? Yox, uca adələşib. Nə gözəl. Sizcə peşəkar makyajın əsas məqsədi nədir? Gözəl görünmək yoxsa özünə inamını artırmaq insanın? Birinci gözə görünmək, daha gözəllik və özünə inamı, özünə güvəni artırmaq üçün. Birinci gözəlliyi nəzərdə tutursunuz sizcə? Birinci gözəl Ümumiyyətlə görsənməlidir. xarici görünüş haqlısınız. O barədə sizlə razıyam ki, xarici görünüş insanda özünə güvəni hissini də artırır. Bəli. Müştəriyə makyaj və saç düzümü seçərkən hansı amillərə üstünlük verirsiniz? Hansı amillər? Birinci dəridə əsas makyajda o üstünlük verir tonları seçərkən. Ancaq bəzənməyə, ziyafətə getdiyi yerlərə görə, libasına görə seçilir. Makyajı, libası və getdiyi yerə görə seçilir. Aha, gəlin makyajı ilə gündəlik və ziyafət makyajı arasında əsas fərqlər nələrdir? Yəni gəlin makyajında daha çox üstünlük verdiyiniz nədir ki, onlardan fərqli olaraq? Gəlin makyajlarında hal-hazırda sadəliyə çox üstünlük verilir. Ziyafət ancaq bərri bəzəkli olur da. Son illər gəlin makyajı həqiqətən artıq sadələşib. Əslində sadəlik daha gözəl göstərilir. Bəli. Son illərdə makyaj və saç düzümü sahəsində hansı trendlərə daha üstünlük təşkil eləyir? Yəni siz bütün trendləri tətbiq edirsiniz yoxsa öz-özün xüsusi üslubunuz var? Özümüz bir də ki, müştərilərə yaraşanı. Yaraşanı. Siz seçirsiniz bunu yoxsa özlərinin Qarşılıqlı istəyi olur? birinci müştərini dinləyirəm. Aha. Ondan sonra lazım olarsa özüm də fikrimi yürüdürəm, axı bir yol tapıb uyğunlaşırıq. Razı salmağı bacarırsınız da bir sözlə. Xanımların makyaj, saç baxımı ilə bağlı ən çox elədiyi səhvlər hansılardır? Evdə kraska qoymalar saçları məhv eləyir. Ütülü ilə istifadə fenləmək evdə özləri saçlar çox məhv olur. Makyajlar da ki, üz dərisinə də baxımlar azalıb demək olar ki. O evdə saç baxımını da ki deyirsiniz. Əsasən yəni çoxumuz fenlə istifadə edirik də. O da saçları yandırır. Bizim də əlimizə gəlib düşəndə Mənə tövsiyə eləyərdiniz o səhvləri eləməmələri üçün. tövsiyə ki, salonlara müraciət eləsinlər. Hər gün də salona getmək olmur axı. Onun baxımları var, baxımlarından istifadə eləsinlər. Bu baxım üçün Qoruyuculardan istifadə eləsinlər. Onun üçün sizə müraciət eləsələr, yol göstərərsiniz. Təbii ki. Bizim O zaman işimiz sizin budur. əlaqə vasitələrinizi də biz qeyd eləyərik. Xanımlar sizinlə də əlaqə saxlayarlar. Buyurun. Keyfiyyətli makyajın uzun müddət qalıcı olması üçün hansı qaydalara əməl etmək lazımdır? Keyfiyyətli məhsullar ilk öncə qalıcılıqlar uzatmaq üçün də spreylər istifadə edirik. O evdə üz baxımı eləyirlər bitkilər vasitəsilə. Ümumiyyətlə sosial şəbəkələrdə bu kimi maskalar bilirsiniz də geniş yayılıbdır. O maskaları elə məsəl üçün özümdən götürüm də YouTube-da birini görürəm, istifadə edirəm, sonra TikTok-da baxıram ki, əslində yanlış imiş, bir başqası var imiş. Bax bu sosial şəbəkələrdə yayılan maska reseptləri ilə bağlı hər hansı bir tövsiyəniz varmı? Sizcə elə hər gördüyümüzü eləməliyik yoxsa? Məncə eləməməlisiniz. Birinci kosmetoloqlara müraciət olunmalıdır. Üz dərimizi, tipimizə görə onlar sizə yol göstərirlər. Əslində üz baxımlar kosmetoloqların işidir. Sizdə bu makyajdır da ancaq. Bizdə makyajdır. Aha, makyajın qalıcılığından əslində söhbət gedirdi bizdə. Siz makyajın qalıcılığına baxım dediniz deyə mən o maskaya gətirdim sözü. Makyajın qalıcılığı kondisionerdən istifadə edirik də, qalıcılıq axşama qədər qalır, nə bilim belə. Bəs bu peşəni seçmək istəyən gənclərə nə məsləhət görərdiniz? Gənclər deyirəm, yəni gənc xanımlar demirəm, çünki bəylərimiz də artıq bilirsiniz ki, son illər çox maraq artıq. İlk öncə səbir və dözümlülük. Sizcə Bir də müştəri ilə dil tapıb yola getmək. Ən çətin iş bizim deyərdim ki, bizim işlərdir.
Siz hansı çətinlikləri nəzərdə tutursunuz? Praktikanızdan nə isə danışa bilərsiniz bizə bir. Praktikanın başı Epizod 22 ildir bu işdə sənətdəyəm mən. 22 Aha. ildir peşədəyəm və demək olar ki, hər bir cür xanımlarla rastlaşmışam. Çətinlərlə. Ən çətini hansı olub bu ilk başladığınız vaxtlarda? Hekayənizi danışardınız, izləyicilərimiz üçün maraqlı olar. İlk başlıca, Elə lap mənə- birinci işə başladığım gün Hı -hı. gəldi bir xanım çölə upatka, yəni havalı buruq istədi. Eləyə alınmırdı, ağlayırdı. İşimi görə ağlayırdım. Və xanım durdu, mənə ürək-dirək verdi, deyir, çox da xoşuma gəldi. Mən təzədən oradan çıxıb, qayıtdım təzədən öz ustamın yanına. Mən dedim, bu işi görə bilmədim. Təzədən başa salıb, təzədən əlimdən tutub öyrədim. Amma ən azından üzərinizdə işləmisiniz, bu çox Əlbəttə yaxşıdır. ki, işləmişəm ki, bu yerlərə gəlib Bəli, çıxmışam. özünüzdən xanım razı qalsa da sizin özünüzdən razı qalmamağınız doğrudan da bu çox gözəl tövsiyədəsində gənclər üçün. Sizi seçmək istəyən izləyicilərimizə nə demək istəyirsiniz? Hazırda hansı xidmətləri təqdim edirsiniz və gələcək planlarınız nələrdir öz sahənizdə? Seçmək istəyənlər, yəni özlərinə buraxırıq. İşlərimizə, səhifələrimizə baxırlar, xoşları gələn müraciət edir. Bəs öz işinizdə hər hansı bir yenilik, özünüzün nəzərdə tutduğunuz yenilik var? Yeniliklər üzərində işləyirik. Təzə çıxan hər Heç kimdə trendlərdə. olmayan nələr var məsələn sizdə planınızda? Və yaxud da ki, hazırda tətbiq elədiyiniz? Məsələn mən Aida xanımı niyə seçim? O mənə Niyə fərqli nə seçim? təqdim edə bilər? Fərqli, yəni Hər hansı bir özünüzə məxsus bir saç düzümü ideyası, makyaj ideyası. zaten makyaj elə bir şeydir. Makyajla saçda. Onu məsələn siz mənə gəlmişləri göstər ki, mən bunu istəyirəm. Onu mən işləyicə o çıxmır, tamam başqa bir şeylər çıxır. Hə, O işin gedişatından asılıdır. Məsələn, müştəri gəlir ki, mən bu saçı istəyirəm. Hı -hı. Deyirəm ki, yaxşı. Ancaq qarantiyada vermirəm. Nə çıxacaqsa o da, yəni gedişatından. Elə olur ki, o birə-bir də çıxır, ondan çox gözəl də çıxır. Əsas odur, razı qalıb gedirlər. Nə gözəl. Sizinlə həmsöhbət olmaq, sizi tanımaq çox xoş oldu. Əl işlərinizə də Çox sağ baxıram. olun. Çox gözəldir. Çox İnşallah sağ ki, olun. yararlanarıq. Siz də xoş gəlmisiniz bir daha bizim Ceyran vatanımıza. Xoş gördük. Sağ İnşallah olun. Ceyranbatan sakinləri də yararlanırlar zaten. Bundan sonra da daha yaxşı tanıyıb yararlanırlar. İnşallah. Çox xoş oldu. Buyurun. Sağ olun. Sağ olun.